Həkim, qan yudurma və qan vermə arasında fərq nədir? Bilirsiniz, qan yudurtmaq sözü el arasında deyilir. Qan vermək də yerində el arasında deyilən sözlərdir. Amma bunlar tamam fərqli şeylərdir. Qan yudurtmaq o deməkdir ki, yəni qanın plazma hissəsinin qanın tərkibindən çıxarılması deməkdir. Bu da müxtəlif xəstəliklər zamanı olur ki, plazmanı çıxarmaqla, o qan yumaq dediyimiz, çıxarmaqla həmən xəstəliklərdən xilas olmaq mümkündür. Çıxarılmış plazmanın yerinə fizioloji məhlul yer edilir. İkinci dediyimiz ki, qan vermə donorluqdur. Yəni, qanın qırmızı hissəsinin bir insan, sağlam insandan xəstə insana köçürülməsi. Və bu çox xəstəliklərdə, çox hallarda ola bilir. Kəskin qan itirmədən tutmuş, müxtəlif xəstəliklər var ki, orada qanın parçalanması olur. Qana ehtiyac var, məsələn, deyək ki, talasemiya xəstəsində və yaxud da ki, elə xəstəliklər var ki, məsələn, qanın xərçəng xəstəliyi, normal qan yaranmanın dayanması, qanın azalması, hemoqlobinin kəskin düşməsi və xəstəyə kömək etmək üçün sağlam insandan ona qan vermək. Və bu qan vermək odur, yəni qan donorluğu deməkdir.